Eşitmirsən? Axı o sənin əlindir. Eşitmirsən? Qaç dalınca. Yaxşı-yaxşını suyunu ver. Hadi. Bundan sonra maaş günü mütləq onun yanında olmalısan. Mən onun dalınca qaçmayacağım, heç vaxt. Həmid, xəstə deyilsən ki? Hə? Xəstə niyə oluram? Sap-pasağım. Bəs onda Rıza dayıngilən niyə gəlməmişdin? Sən çox gözlədilər. Hə, Çiçək də sənin üçün yaxşı bir sürpriz hazırlamışdı. Sürprizini mənə çatdırıb. Hə? Doğrudan, baxmaq olar. Heç elə bir şey deyil ana, sürprizdir də. Yenə də olsun. Nəsə olub Həmid? Və siz bilən necə olmalıydı? Dəfələrlə sizə demişəm ki, Çiçəyə qarşı heç bir hissim yoxdur. Bu evlənməmək üçün səbəb deyil. Mən onu sevmirəm. Düzdür, biz bir yerdə böyümüşük, dostluq eləmişik. Nə olsun? Siz də dostsuz. Gərək çanaq elə mənim başımda çatlasın. Nə çanaq? Çanaq nədir? Sənin ağlın başındadır. Belə bir qıza əl çəkmək, belə bir ailədən ayrı düşmək ağlın başındadır ya yox. Onun ardınca filarmoniya, konservatoriya, nə bilim, nə moniya, nə toriya sürünmək zəhləmi töküb. Saatlarla onun musiqisinə qulaq asmaqdan, not çevirməsinə baxmaqdan yorulmuşam. Çaykovski, Beethoven, Glinka, nə bilim kim, bəsdir. Bütün musiqi nəzəriyyəsini əzbərdən bilirəm. Yorulmuşam, bəsdir. Demək evlənmirsən. Kim dedi ki evlənmirəm? Evlənəcəyim. Amma Çiçəklə yox, başqasını sevirəm. Düzdür, simfoniyalardan başı çıxmır. Ancaq biz bir-birimizi sevirik. Yox, yox, sən belə etməzsən. Ay mənim əzizlərim. Axı siz deyəsən Çiçəyin sürprizini unutmuşsunuz, hə? O da məni sevmir. Necə? Sevmir? Niyə? Niyə belə elədiniz axı? Niye böyle elədim? Dilber Hanım, bir yadınıza salın. Tövfə Hanım, evladlarınızın nişanlanmaq məsələsini işarə eləyəndə siz qızınıza nə dediniz? Çiçə, əziz balam, sən bizim gözümüzün işığısa, biz sənin xoşbaxtlığını, saadətini istəyirik. Həmid də pis oğlan deyil. Qızım, sənin əlindən heç bir iş gəlmir. Oturub piyaninanı dıngıldada bilərsən. Tövfə sənə yaxşı qaynana olar. Qızım, bizi el içində pərt eləmə, biyabır eləmə qızım. Ağıllı balam. O da razılıqla başını tərpətdi. Bəs siz? Yo, Tövfə xanım, utanmayın. İstəyirsiniz mən deyim. Demirdiniz ki, uşaqlarınızın evlənmək ideyası Dilber xanımındır. Hələ Həmidə nə dediyiniz yadınızdadır. Rıza arxalanmalı adamdır. Səni öz oğlu kim istəyir? Bir də ki, bu sevirəm, ya sevmirəm nə deməkdir axı? Sevgi vərdişdir. Evlənərsiniz, bir yerdə yaşayarsınız, sevərsiniz. Bir də ki, sən kişisən. Sənə nə var, Xoşun gəlməz, boşayarsan. Ha? Nə deyirsən? Razısan? Razı. O da iradəsiz razılıq verdi. Beləliklə iki gözəl cavan sizin qohumlaşmaq, arxa axtarmaq arzusunun qurbanı olmalıydı. Bəlkə də ikisi yox, belələri çoxdur. Neysə. Aha. Toy vaxtı təyin edilib, hər iki tərəf susur. Gözləyir kim birinci öz sözünü geri götürəcək. Hələlik isə... Aha. Belə. Bu cür. Mən elə deyərdim bu səpkidə. Sizin sözünüzdən belə məlum olur ki, siz mənim bacıma vurulmusunuz.
siz onun neyine vurulmuşsunuz? Sizin de yəqin sevgiliniz var. Onu neye göre sevirsiniz? Hey hey. Çok yukarıdan gelirsen. Helelik. Helelik. Sen benim yanıma elçiliğe gelmişsen. Ben senin yok. Onun neyine vurul? Bu keçinin sen neyine vurulmuşsan? Sen onu bilirsen ki ya, Yunanistan'da keçiler ve keçicikler bitki alemini yiyip kurtarırlar. Canım, ne Yunanistan, ne keçi. Bu ne söhbət ediyorsunuz? Bir de xahiş edirəm, benim nişanlıma, üzr istəyirəm, sizin bacınıza, benim nişanlıma, bacınıza... Bir dakika Eyleş. Ben öyle gelir ki sen Avtomatik Mekanika Fakültesini bitirmişsin ha? Aha. Bir dakika. Yol verin. Siz mənə. Yol verin. Siz mənə. Zəhmət olmasa buraya gelin. Hadi. Hop. Belədir. Mən gərək biləm ki, siz mənim bacımı gələcəkdə dolandıra biləcəksiniz. Ona görə də bu televizoru yığmağa sizə 10 dəqiqə bax... Yok, 5 dəqiqə. Aha, işe başlamak. Bak burada sizi ve kahramanları terk etmeli olacak. Axı Rıza müəllimə söz vermişəm. Sonluğu xoşbəxtliklə bitireyim. Görürsünüz, ben size dedim ki toy olacak. Sizi de gözleyirik.